Əliyev tərəfdarları debatlara, müsahibələrə opponentsiz çıxdığından bəzən belə qopa əl atırlar ki, müxalifətdə olduqları zaman betər əzab-əziyyət görüblər. Onları asıb, kəsir, hətta öldürürmüşlər. Lakin həqiqət, fakt budur. Vəzirovun vaxtından başlamış Elçibəyə qədərki dövrdə Əliyev tərəfdarlarından cəmi biri öldürülüb. O da hələ xeyli şübhəli, qaranlıq məsələdir. İşdən çıxarılanlar, həbsə atılanlarsa olmayıb. Amma ata-oğul Əliyevlərin vaxtında xeyli Əliyevçi öldürülüb də, həbsə də atılıb, işdən də qərəzlə çıxarılıb. Hələ başqa alçaldıcı şeylər də olub, o barədə danışmırıq. Sadaladığım faktları kimsə inkar edəcəksə, onları indidən təbrik edirəm. Sizin çox güclü, at kimi üzə durmaq, qırmızı sifətlik qabiliyyətiniz var. Növbəti parlament seçkilərində sizin Milli Məclisə düşmə şansınız həddən ziyadə çoxdur.